2025 toplusundan belə bir sual nümunəsinə baxıb bizə deyir ki, A parametrinin müsbət qiymətində əbob k kub minus 27 k kvadrat plus 3k plus 9 bərabərdir AK minus 16 tənliyinin yeganə həlli olarsa, əkob A minus K, A plus K-nı tapın. Burada biz nəyə fikir verəcək? Birinci olaraq deyir ki, A parametrinin müsbət qiymətində, ikinci olaraq deyir ki, yeganə həlli olarsa. Gəlin burada ilk olaraq yazaq, əbob K kub minus 27-ni müxtəsər vurulmaz üstünə əsasa yazaq. K minus 3 vurulsun K kvadrat plus 3K plus 9. Digər yandan da yazaq. K kvadrat plus 3K plus 9 bərabərdir AK minus 16-ya. Ortaq vuruqları çıxardaq əbobun xaricinə. K kvadrat plus 3K plus 9 əbob K minus 3 1. K minus 3 1-in əbobu nəyə bərabər olacaq? 1-ə bərabər olacaq. Bu bərabərdir AK minus 16-ya. Gəlin indi yazaq. K kvadrat plus 3K plus 9 bərabərdir AK minus 16-ya. Burada yazırıq K kvadrat plus 3K minus AK plus 25 bərabərdir 0-a. İndi buradan da yaza bilərik ki, K kvadrat plus 3 minus A vur K plus 25 bərabərdir 0-a. Bizə deyir ki, bu tənliyin yeganə həlli var. Yeganə hal kvadrat tənlikdə nə zaman olurdu? Diskriminant bərabər olduqda 0-a. Yazarıq o zaman B kvadrat, yəni 3 minus A-nın kvadratı minus 4 vur 1 vur 25 bərabərdir 0-a. Buradan alırıq ki, A kvadrat minus 6A plus 9 minus 100 bərabərdir 0-a. A kvadrat minus 6A plus minus 91 bərabərdir 0-a. A 13 7 olaraq ayıracaq. Mənfi 13 7. Köklərimiz olur. A1 bərabərdir müsbət 13. A2 bərabərdir mənfi 7. Bizdən onun müsbət qiymətini istəyir. O zaman A1 bərabərdir 13'ü götürərik. Buradan gətirib yerinə yazıb hesablasaq, alırıq ki, deməli, K kvadrat minus 10K plus 25 bərabərdir 0-a. Bu da bizə K minus 5'in kvadratını verir. Bu bərabər 0. K buradan bərabər olur 5'ə. Bizdən istəyir əkob 13 minus 5, yəni 8 və 13 plus 5, 18. Bu da ki, 2 vur əkob 4, 9 deməkdir. Bu da bizə neçə verir? 2 vur 4 vur 9, o da 72 cavabını alır.